gözümü onda bildim ki, mən bildim. Gözümü açdım, gördüm bütün Bakının şeyxləri, alimləri, baş əmmaməllər həyat doldu. Həmin elə bil mənim bilməyimi gözləyirmiş. Hamısı küçədə durub gözləyirmişlər. Elə bilməyimi gözləyirdilər. Bilən kimi bütün dünya axışdı bura. Gecə onun ambulansının üstündə Həzrət Yusufun kinoyuna baxıbsınız da yəqin ki. Onun ambulansının üstündə girişdən bura qədər gülçək düzmüşlər onun yoluna. And olsun Allaha. Onun ambulansının üstündə bir dənə yekə qara bulud gəlirmiş. O maşın getdikcə o qara bulud da onun üstü ilə gəlirmiş. O həyətə çatanda həyətdə bir tufan qopdu. Bir tufan qopdu, dayına gözü tutuldu da təsəvvürlə. Hamı üzünü gözünü belə tutub ki, ay Allah, bu nə tufandır. Ambulansçı da demişdi, mən neçə şəhid gətirmişəm, mən bu şəhid kimi şəhid görməmişəm. Birinci dəfədir mən belə şəhid görürəm. Bu nəçi idi, nə idi, kim idi bu? Ey vətən qurbanları, bizdən salam olsun.